Çox bəxtəvərdir. Sabahınız xeyir olsun. Deməli, gedirəm Kefaliyaya. Buradan hardasa bir saatlıq yoldur qatarla. Gelim qatara minirəm, gedirəm ora. Bir saatdan sonra sizə göstərəcəm oranı ki, necə gözəl bir yerdir. Getdik. Deməli dostlar, bilet almışam Kefaliyaya qatarla 7.10 sentə. Mən online şəkildə aldım. İndi gözləyirəm qatar gələcəm. 1 saat 10 dəqiqəlik yolum var. Qatarı indi gözləyirəm. İndi qatara minəcəm. Kefaliyaya yol düşəcəm. Və yəni dediyim kimi, online biletinizi alırsınız rahat şəkildə gəlib inirsiniz. Deməli, qatıra minmişəm. İndi gedirəm şəhərə, növbəti şəhərə. Bu da mənim 3-cü vloqum olacaq. Birinci Roma, ikinci Palermo, üçüncü də ki, Kefalo. İndi qatardan keçəcəm başqa şəhərə. Palermodan da ki, Kefaloya 1 saat 10 dəqiqəlik yoldur. Yəni şey var, qatara tez minsən, yer tuta bilirsən. Qatara tez minirsə, sono disponibili su www.trenitalia.com presso le principali biglietterie e agenzie di viaggio hava yerdə gedir. Belə. Kefaliyaya xoş gəldik. Bəlkə minim mandalına, haram vəziyyət bu. Keç görək davam. Deyir, dabana qüvvət. Getdik. Qatarla çox rahat gəldim. Həm sürətli, həm tez gəldi çatdıq da, belə deyim. Bizim qatarlara oxşamır. Mənzərə. Burada kim evi varsa çox bəxtəvərdir. Bravissimo! Bravissimo Masco! Balıq istəyirəm. Gün nə yiyeyim? Oggi. Oggi? Per? 25 euro. Ok. 22, 23. Ecco. اصل طالما يعني طالما قول السؤال تاني. Grammi. Evet. 22, 23, 25 massimo. Ah, ok, ok. Un'orata. No, vuoi qualcosa? French fries, baked potato. Nə bilim, İtalyan danışır. Deyirəm, hansı favoritimizsində, bu fişdə, bu restoranın. Fikirləşir. İtalyan çoxsuz, İtalyanlar ingilisini zəif bilirlər. Mən ingilisini çox yaxşı bilmirəm. Amma yəni də oradan, buradan deyəndə adam başa düşür də. Bitəyə baş saldı da. Dəniz əlaqə mükəmməl. Bəz vaxtım olsaydı yəni qalardım burada. Bir gün burada full qalardım. Deməli, balıq gəldi. Mən balıq və yanında kartof. İndi baxacam dadına. Oyda, balıq çox dadlıdır. Yeməyə qiymətləndirirəm. 10 üzərindən 10. Balıq toxumaq düşən balıq idi. Kartof super idi. Mənzərə superdir. Göstərəm sizə mənzərəni.
Aslan mənzərə. Belə, indi yeməyi bitirim. Yeməyi bitirim, çıxacam çölə. Və şəhər üçün gəzəcəm. 2 saatdan sonra qayıdacam. İndi gələk qiymətə. Bir balıq, kartof, su və kola. Elədi 35 euro. Bizim puluna 70 manat. 5 manat da bəxşiş sayboy verdim oğlana, çünki yaxşı mənə baxdı. Belə, indi gedirəm və şəhər üçün gəzim. Su qatara qayıdıram təzədən Palermoya. Çünki sabah uçacam Milana. Belə bir şeylər var. Dəmirdəndir, yapışandır. 6 eurodur. Sonra maqnitlər var. 1-3 euro. Deyir ki, burada 4'ünü alsan 10 euro. 4'ünü alsan 10 euro. Belə. Qiymətlər. Amma Palermo'da var 1 eurodur. Şimdi burada bəs bahadır da. Burada gəlib qalardım 5 gün falan. Qəşəndir burada. Növbəti dəfə gəlsəm, gəlib burada qalaram. Arxada çalan insan baxır. Gözləyəm də görün nə olacaq. Çox nağılır. Top atırlar və bayraq qaldırırlar. Bir ayındır. Neyse qeyd edirlər, top atış edirlər, həm də ki bayraq qaldırırlar. Belə bir şeydir. İndi dadına baxacağım indi. Buzlu meyvədir. Meyvəni buzu sevirlər. Çox gözəl mənzərəsi var. Ağ dənizi var. Gəlib dincələ bilərsiniz. Mən də yavaş-yavaş gəlirəm qatara minməyə. Bizim qatar gələcək. Gedirəm Palermoya. Deməli, bileti aldım, yetdi ona. İndi qayıdıram arxaya, Palermoya. Görüm gəlsin. Çünki birinci qatarda yeri yox idi. İkinci qatara yeri var idi, almışam ora. Gözləməliyəm. Qatara mindim, indi qayıdıram arxaya, Palermoya. Gün yaş keçdi. Yedirişdi, indi qayıdıram arxaya. Yaxşı baxıb izləyirsiniz. Növbəti isə videom olacaq Milanda. İnşallah orada görüşəndək videonu burada sonlandırıram.